Sözümüz sözdür. Yenə bir sözün izinə düşürük. O sözə ki, zamanla ad, ünvan və kimlik rolunu daşıyıb. Sözümüz var rubrikasında bu dəfəki sözümüz Mirzədir. Tanış səslənsə də onun tarixi kökləri və mədəni çəkisi düşündüyümüzdən daha zəngindir. İran imperiyasında, yəni Mirzə sözü addan sonra gələndə həmişə bu şahzadə, vəliəhd, yəni Avropa dilində desək prins mənasında, yəni gələcək şah, gələcək hökmdar mənasında işlənir. Təbii ki, bu sonradan Azərbaycanda, xüsusən şərqdə ad kimi çox işlənilib. Amma bunun əsas mahiyyəti sosial statusda olan insanlara deyirlər, savadlı insanlara, oxuyub yazan insanlara. Zaman keçdikcə sözün işlənməsi və mənası dəyişsə də, nüfuzu və əhəmiyyəti hər zaman qorunub saxlanılıb. Əslində isə bu söz savadlı, oxuyub yazan və müəyyən ictimai statusa malik insanlara verilən bir titul idi. Mirzə sonralar Şərqdə, xüsusilə Azərbaycanda şəxsi ad kimi geniş yayıldı. Təsadüf deyil ki, bu titulun çox şöhrətli bir mərhələləri olub ki, ən böyük mütəfəkkirlərimizə, yazıçılarımıza həmişə bu titulla müraciət etmişik. Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundlu, Mirzə Cəlil və s. və ilə axır. Şairin dediyinə görə zamanla bu sözün işlənmə yeri də dəyişib. Bəzən mənim xətrimə dəyir ki, bu sözü hərdən ironik mənada da işlədirik. O zaman da belə olub hərdən, yəni Mirzə, bilirsiniz, yəni sən get yaz pozunla məşğul ol, öz işinlə məşğul ol, yəni buna xüsusən də imkanlı insanlar, tacirlər bunu belə işlədiblər ki, yəni ay Mirzə, sən nə deyirsən? Yəni sənin sözün bizim üçün əhəmiyyətli deyil. Göründüyü kimi, Mirzə yalnız bir ad və ya titul deyil. O tariximizin, maarifçiliyimizin və mədəni kimliyimizin bir parçasıdır. Belə sözləri yaşatmaq isə həm dilimizə, həm tariximizə, həm də öz mədəniyyətimizə olan borcumuzdur.